Mənə çox maraqlıdır. Niyə ateistlər, türkçülər yalnız İranı hədəf alırlar? Türkçülər deyir ki, İran hakimiyyəti İranda olan soydaşlarımıza əziyyət eləyir. Ateistlər də deyir ki, İran teokratik dövlətdir və İranın irəli sürdüyü şəriəti biz qəbul eləmirik. Halbuki hər iki problem başqa bir dövlətdə də var. Səudiyyə Ərəbistanda. Səudiyyə Ərəbistanın birbaşa maliyyələşdirdiyi Vahabi terrorçuları yaxın şərqdə türk soydaşlarımıza olmazın işgəncələr veriblər. Başlarını kəsib, namuslarını əsir eləyib, qul bazarında satıblar. İraqda, Suriyada olan on minlərlə soydaşlarımıza qarşı soyqırım həyata keçiriblər. Bu dəhşətli cinayətləri həyata keçirən Vahabilərin də fikir mənbəyi, beyin mərkəzi və maliyyə mənbəyi Ərəbistandır. Ateistlərin də İrana qarşı sürdükləri irad Səudiyyə Ərəbistan üçün də keçərlidir. Səudiyyə Ərəbistanı teokratik dövləti və şəriət qanunları ilə idarə olunur. Həmin Vahabilər ölkəmizdə də az cinayət törətməyiblər. Meşə qardaşları problemi, Əbu Bəkir məscidindəki partlayış və ölkəmizdə bəzi hərbi bazalara Vahabilər tərəfindən edilmiş hücumlar ki, bu hücumların nəticəsində bir sıra zabitlərimiz, əskərlərimiz şəhid oldu. Məsələnin maraqlı tərəfi bilirsiniz nədir? 2 gündür mən sosial şəbəkələrdə ölkəmizdəki məşhur ateist və türkçülərin sosial şəbəkələrdə olan səhifələrini araşdırdım. Onların səhifələrinin demək olar heç birində Səudiyyə Ərəbistanla bağlı və Səudiyyə Ərəbistan bu addımlarla bağlı demək olar bir dənə də cümlə yoxdur. Nə ateistlər Səudiyyə Ərəbistandakı İslamı, şəriəti pisləyir, nə də türkçülər Səudiyyə Ərəbistanın tökdüyü türk qanunundan danışır. Bütün bunlardan bir nəticəni çıxartmaq olar ki, onu da mən deməyəcəm, özünüz fikirləşin.